Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün sizə 3 sayda hər zaman qarşımıza çıxan misalın izahını verəcəm. İlk misaldan başlayırıq. Birinci misalda belə bir ifadə verilib bizə və bu misalı sadələşdirməyimizi istəyir. İlk əvvəl 4-cü dərəcədən kök 4 nə bildirir ona baxaq. 4-cü dərəcədən kökdə 4-ü 2-nin kvadratı şəklində yaza bilərəm. Deməli, burada dərəcə ilə qüvvəti ixtisar eləsəm hər tərəfini 2-yə, burada 4-cü dərəcədən olacaq 2-ci dərəcə. 2-ci dərəcədən olduğu üçün bura 2 yazılmır. Kök 2 qalacaq. Növbəti misal. 6-cı dərəcədən 8-i 2-nin kubu şəklində yaza bilərəm. Yenə dərəcə ilə qüvvəti hər tərəfini 3-ə ixtisar etsəm, yenə buradan 2-ci dərəcə qalacaq. 2-ci dərəcədə bildiyimiz kimi yazılmır. 3 ixtisar getdi buradan. 6-nı da 3-ə böldükdə qalır burada 2. Burada da 2 qaldı. 2-ci dərəcə yazılmır. Yenə burada da kök 2 aldıq. Nəhayət 18-ci dərəcədən 16. 16 da 2 üstü 4-dür. 2-ni 4 dəfə öz-özünə vurduqda biz 16-nı alırıq. Hər tərəfini 4-ə ixtisar etsəm, həm qüvvəti, həm dərəcəni, burada yenə 2-ci dərəcədən kök altında 2 alınacaq. Deməli, bütün ifadələrin qiymətini mən kök 2 aldım. Deməli, kök 2 üstə gəl kök 2 çıxılsın kök 2. Burada kök 2-lərdən biri müsbətdir, biri mənfidir, islah olundu. Sadəcə kök 2 alındı. Cavab kök 2. Misal 2. Kök altında 13 ədədinin kəsr hissəsi ilə mötərizə içərisində kök 13 üstə gəl 3 ədədinin hasilini tapmağımızı istəyir. İlk əvvəl kökün ədədinin tam hissəsini və kəsr hissəsini tapaq. Kvadrat kök altında 13 hansı ədədlərin arasında yerləşir? Deməli, 0-ın kökü bilirik ki, kök altında 0. Kök altında 1-in kökü kök altında 1-dir. 2-ni kök altına salanda 4. 3-ü kök altına saldıqda 9. 4-ü kök altına saldıqda 16. 5-i kök altına saldıqda 25. Bu qədər yazsaq kifayətdir. Deməli, kök 13 hansı aralıqda yerləşəcək uşaqlar? Kök 9 ilə kök 16-nın arasında yerləşir. Deməli, kök 9-dan bilirəm ki, nə çıxır? 3. Kök 16-dan da 4 çıxır. Deməli, 3 ilə 4 arasında yerləşən bir ədəddir. Bunun 3 tam hissəsi olur 3. Tam hissəsi olur 3. Kəsr hissəsini tapan zaman, kəsr hissəsi. Ədəddən tam hissəni çıxırıq. Ədəddən tam hissəni çıxanda, yəni kök altında 13 minus tam hissəni çıxırdıqda qalır bizə kəsr hissə. Bu kəsr hissə ilə bizə deyir ki, misalda verilən kök altında 13 üstə gəl 3-ün hasilini tap. Bilirəm ki, qırmızı yazdığım misal, qara yazdığım misalın qoşmasıdır. Bunu kvadratlar fərqi düsturu ilə açsam, kök 13-ün kvadratı çıxılsın 3-ün kvadratı. Burada kvadratla kök bir-birini aparacaq, 3, 13 qalacaq. 13-dən də 9 çıxanda nə qalır? Cavab 4. Cavab 4. Bu misalın da cavabı 4 oldu uşaqlar. Növbəti və sonuncu misalı həll edirəm. Deməli, burada 3-cü misalda bizə deyir ki, 360 ədədinin tək natural bölənlərinin sayını tapmağımızı istəyir. İlk əvvəl mən 360 ədədini sadə vurğulara ayırmalıyam. 360 ədədini 36 vurulsun 10 kimi yaza bilərəm. 36-nı parçalasam, 36 6 vurulsun 6-dır. Onu da parçalayaram. 2 vurulsun 5 kimi. Onu sadə vurğuların hasili şəklində yazdım. Ancaq burada 6-lar mürəkkəb ədədlərdir. 6-ların hər birini parçalayıram. 2 vurulsun 3. 2 vurulsun 3 şəklində. Onu da 2 vurulsun 5 şəklində yazdıq. İndi bilirəm ki, natural bölənlərin sayı düsturu necə idi? Əvvəl bunu da sadələşdirək. 2-dən neçə dənə var? 2-dən deməli 1, 2, 3. 2 üstü 3 vurulsun. 3-dən 2 dənə var. 3-ün kvadratı, yəni 3 üstü 2. 5-dən də 1 dənə var. Natural bölənlərin sayı düsturu necə idi? Qüvvətləri, natural bölənlərin sayı düsturunda deməli, sadə ədədlərin qüvvət üstlərini üzərinə 1 gəlib, onları bir-birinə vururduq. 2-nin üstündəki 3-ün üzərinə 1 gəlirəm, vururam. 2-nin üzərinə 1 gəlib, onu da vururam. 1-in üzərinə 1 gəlib. Bu natural bölənlərin sayı düsturudur. Ancaq bizdən şərtdə deyir ki, tək natural bölənlərin sayı. Sadə vurğulara ayırdıqda tərk ədədləri qeyd edək. Tək ədədlərdən biri 3-dür, biri də 5-dir.
Onda düsturumuz bu formada yox. Bənövşəyi şəkildə yazıram. Deməli, 3-ün kvadratında qüvvətdə 2 dayanır. 2-nin üzərinə 1 gələcəm, vuracam. 5-in üstündə 1 dayanır. 1-in üzərinə 1 gələcəm. 2-nin üzərinə 1 gəldikdə 3, 1-in üzərinə 1 gəldikdə 2. Yəni, tək natural bölənlərin sayı olur 6. Burada da cavab 6. Ümid edirəm hər bir misal aydın oldu. Nəyə başa düşməsəz yorumlarda qeyd edə bilərsiniz. Sağ olun.